10.2 Alqoritmin təqdim edilmə üsulları. Birinci sual. Kompüterin başa düşdüyü dildə yazılmış alqoritm necə adlandırılır? Proqram adlandırılır. 1-ə E. İkinci sual. Alqoritm dildə bu düstur verilmişdir ifadəsi yazılışı necədir? Burada biz bölmənin yerinə drop işarəsi, vurmanın yerinə ulduz yazırıq. Mötərizələr yerində qalmalıdır. Cavab burada E variantı. Burada mötərizələr silinib, ona görə hər biri səhvdir, mötərizə olmalıdır. Burada da ayrıca bu mötərizədə yazılıbsa, bu da mötərizədə vurma işarələri olmalıdır. Ona görə cavab 2-də E variantı. Üçüncü sual. Verilmiş riyazi ifadənin alqoritmik dildə ifadə edin. Burada bölmə hər bir mötərizə içərisində yazılıb. Sürət və məxrəc bölünmə işarəsi olmalıdır. Sonra üstəgəl bunlar ayrıca formada yazılıb bölünməlidir. Bunda olan burada mötərizə səhv olub, yəni bu mötərizə formasında olmamalıdır. D mötərizə xaricində olmalıdır. Ona görə cavab burada B variantı. Burada mötərizə qeyd olunmayıb.